Bakıda yağış yağacaq, külək əsəcək. Sabahın havası açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən xəbərə görə iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 26-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 8-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq.